İndi marşrut liniyasını burada qoyub qarşılarına liniya çəkəcəksiniz. Birinci marşrut liniyasını çəkin. Bu tozu biz yeyirik də. Yağışda hələ bu yamkalara bax gör nə gündədir. Bura yağışda burada məktəb uşağı keçə bilmir. İndi biz də yığılacaq. Əgər baxırsan, baxmırsan biz də yığılacaq. Bir avtobus gedəcək, ərzə verəcək oraya ki, gəlsin bizim işimizə baxsın. Marneuli Bələdiyyəsinin Yuxarı Qullar kəndinin əsas küçələrindən birinin sakinləri etiraz aksiyası keçiriblər. Kənd sakinləri bildirirlər ki, artıq 2 ildir aidiyyəti qurumlar tərəfindən sözü gedən küçənin asfaltlanacağı ilə bağlı onlara vədlər verilir. Lakin onların sözlərinə görə bu gün kəndə gətirilən xüsusi texnika həmin küçədə deyil, başqa bir küçədə iş aparır. Sakinlər qeyd edirlər ki, xüsusilə yağışlı havalarda gündəlik istifadə olunan əsas yol bərbad vəziyyətə düşür. Nəticədə yaşlıların və uşaqların hərəkəti çətinləşir. Ehtiyacımız var. Yəni buradan gedir. Aşağıçı yoldan asfalta birləşir. Yuxarı asfalt düzələn asfalta getməli idi yuxarı məhəllə. Elədirmi? Qavsanlıq tərəfə. İndi bizim buradan 50 metr təmizlənilibdir. Texnikalar yığışdırıldı, getdi yuxarı məhəlləyə. Bunun səbəbi nədir ki, bax bu texnikalar buradan getdi oraya. Kəndin başını qoydular, ayaqdan başladılar. Tozun içində batırıq, uşaqlarımız çal-çamırda gedir. Bütün ayda 2 dənəyə qavalayırıq. Xalq gedib o anda hara lazımdır oraları çəkirlər. Qulluq başında oturanların yolunu çəkirlər, küçələrini çəkirlər. Biz də qalmışıq belə çamırda şap-şap, şap-şap, belə edirik, elə edirik. Belə əyərlənib aşağı asfalta birləşməli idi. İndi də çəkiblər oraya, konzavatlar və çəkirlər, burayı saxlayırlar, deyirlər sizə 2027-də çəkiləcək. Amma 2023-dən bu söz buraya, martın 5-dən dedilər, sizin asfalt başlayır. Çerçevəsimiz madde idi. İndi də deyir ki, siz gözləyin, 2027-də sizə asfalt çəkəcək. Bu harada görülür? Başlasınlar. Məktəb burada, məktəb burada, doktorxana burada. Bütün hər yer buradan gəlib gedir. Bütün yuxarı məhəllənin xalqı buradan gedir. Konzavodun xalqı, uşaqlar burada oxuyur. Hamısı burada, maşınlar buradan gedib gəlir. Məktəbə gedən yol Ay sağ ol. Bura qalıb, yağışda, hələ bu yamkalara bax gör nə gündədir. Bura yağışda, burada məktəb uşağı keçə bilmir. Bu yol sentralni yoldur. Məktəbə buradan gedilir. Doktorxanaya buradan gedilir. Avtobuslar buradan gəlir. Gələn maşınlar buradan gəlir. Niyə bizim yolu düzəltmirlər ki, gedib hərrəmə biz onda gedək o ananabitin qapısından belə hərrənək asfaltla gələk. Bir belə yolu niyə verirlər? Çünki biz şikayət eləmirik. Orada da deyirlər ki, savxozun cəmaatı yaxşıdır, şikayətçi deyirlər, şikayətə gəlmirlər. Kirmişik, şikayət eləmirik. İndi biz də yığılacaq. Əgər baxırsan, baxmırsan biz də yığılacaq. Bir avtobus gedəcək, ərzə verəcək oraya ki, gəlsin bizim işimizə baxsın. Gedir vallahi bütün uşaqlar palçıqda gedir. Palçıqda gəlir. Biz tolun içində batmışıq. Bizə də lazımdır bu yollar. Bizim də uşaqlarımız var, məktəbə gedir. Ayda 2 dəfə uşaqlar ayaqqabı sıçırır vallahi. Ola bilmir. Bizə də gün ağlasın bu hökumət, biz də insanıq da na. Sakinlərin etirazı ilə bağlı Marneuli merinin Qullar Ərazi Vahidi üzrə nümayəndəsi Vidadi Həsənov əraziyə gələrək onlarla görüşüb. O bildirib ki, verilən vəd yerinə yetiriləcək və kənddə 2,5 kilometrlik ərazidə asfaltlama işləri aparılacaq. Xəritə, proyektlər hamısı hazırdır, var. İndi xəritələri də gətirib gələcəklər. Deməli, bu başlanğıc və axırıncı müddəti var. İndi bana dediklərinə görə gəlib özləri yəqin daha dəqiq məlumat verəcəklər inşallah. Yəni asfalt çəkiləcək. Asfaltlar çəkiləcək. Problem yox. Qalan vətəndaşları xahiş edə bu yollar zadlar başlayırlar. Onu da hamımız öz gücümüzlə, öz şeyimizlə xahiş düzəldəcəyik. Məktəbə kimi də inşallah heç bir problem olmayacaq. 2 kilometr yarım Qullar ərazisində asfalt var. Xəritələri də vətəndaşların özləri də görüb. Bundan əvvəl bizlə gedən də bu xanlar da gedibdi. Yəni hamısı o gedəcəkdir, hara çəkiləcək, çəkilməyən yerləri də qreyderi salacağıq, düzəldəcəyik. Nətər lazımdır ki, vətəndaş razı olsun, uşaqlar məktəbə təmiz getsin. Yuxarı Qullar kənd sakinləri illərdir içməli su problemi ilə üzləşdiklərini də bildirirlər. Onların sözlərinə görə bir neçə il əvvəl kəndə çəkilmiş su xətlərindən və kranlardan bu günədək bir dəfə də olsun su gəlməyib. Nəticədə sakinlər yararsız quyu suyundan istifadə etməyə məcbur olurlar. Suyumuz da gəlir mənzilə çatmır. 3 ildir çəkilib bu kran. Heç açılmayacaq, paslanır. Aha, 3 ildir çəkilib. Hələ su yoxdur, şey yoxdur. Quyudan şeydir.
Bu yüzden ne bileyim hardan gelir. Bizi yallatdılar ki su çəkirik. Getdilər, getdik boş xaç tapdıq, qrant aldıq, getdik, hər şeyi aldıq, su çəkdirdik. Nə su gəlmədi, nə bir şey. Həmin bu gələn su, niyə Daştepe'də bu su işləyir? Niyə Baydarda bu su işləyir? Başqa yerlərdə biz bu suyun şılangımızı gördük. Sudan heç nə görmədik. Bizə baxan yoxdur. Vallahi heç nə. Bir seçkidə gəlirlər, bir adamımızı 3 dəfə giririk, səsimizi veririk, səs yığışdırırıq, deputat seçirik. Selsovetimizə baxırıq, hər şeyimizi düzəldirik, ondan sonra bizi tanımırlar. Oraya da bir şey gedəndə deyirlər ki, yaxşı sağ ol, bu sağolun cəmaatına halal olsun. Nə şikayətçi deyil, nə bir şey deyil. Suyu hardan alırsınız bu dəqiqə? Suyu qazmışıq, özümüz kaçat qazdırmışıq, öydən yerdən çıxardıq. Tuvaletin böyründən su qazdırmışıq, tuvaletin yanından su çıxır, ondan da yer suyuruq, ondan kaçat yiyin. Və necə oldu bu su? Bu qayrılan su haraya getdi? Vallahi bizə baxmırlar. Vidadi Həsənov xəbər portalımıza verdiyi müsahibədə bildirib ki, sakinlərin haqlı tələbi olan su problemi də aidiyyəti qurumların diqqət mərkəzindədir və yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Zeretel Urcun 2-ci liniyası mərkəzi xəttdən ayrıldı. İndi ora bu yaxın gələcəkdə bir söhbət aparıb, birləşdiriləcək su olacaq. Yəni o ayrılıb o liniya ucu. Yəni bir bura yox, çox yerində suyu Allah qoysa olacaq. Biz Vada kanalla danışırıq, yəni Sobçıqalı ilə o birləşəcək, su olacaq. Akif müəllimlə danışıb, danışılır, gedir, rayon özü danışır, yəni şey yox.